O Montessori təlimləri var, onların məşhur bir sloqanı var, deyir ki, mənə kömək et ki, mən özüm edim. Bu terapiyalarında təməl daşıdır. Yəni sən pasiyentə onun əvəzindən belə elə, elə elə filan, hətta səhvlərini göstərə bilməzsən. Müxtəlif yolları var. Bəli. Sadəcə mütəxəssis göstərir ki, bu səbəbdən dolayıdır soyuqluq. İndi onun hansı formada həll edəcəksən, o sənin işindir və hətta uşaqla bağlı deyirlər. Valideynin uşağa eləyə biləcəyi ən böyük pisliklərdən biri onun suallarına cavab verməkdir. Uşağı hazıra, nazırlığa öyrətmək. Suala biz cavab verməyək. Aha. Suallarını özlərinə qaytaraq. Aha. Uşaqların səhvlərini özlərinin tapmağına kömək eləyək. Məsələn, uşaq səhv eləyib, məktəbdə gəlib falan səhv eləyib. Bir var ki, valideyn oturursan, sənin səhvin budur və s. Tamam, rahat həldir, yox. Müasir psixoloq edir ki, uşağa imkan yarat ki, özü səhvlərini görsün. Nədir burada səhv? Başqa necə davranmaq olardı? Ki, uşaq özü gəlsin, çıxsın ki, mən doğrudan burada belə davrana bilərdim. Alternativ baxış deyirlər. Belə də davrana bilərdim, bu səhv oldu. Və yaxud uşağa deyin ki, nəyi səhv etdin, yox, nəyi fərqli edə bilərdin. İnsan özünə də deyəndə, nəyi səhv biraz negativ səslənir, insan yüklənir. Nəyi düz eləmədim, yox, nəyi fərqli edə bilərdim ki, nəticə fərqli olsun. Psixoloq da pasiyentlə bax, məhz bu formada suallarını özünə qaytararaq, narahatlığını özünə yönləndirək. Sən özün burada necə düşünürsən?